Mingəçevir Tekstil fabrikində 2 növ iplik istehsal olunur. Bunlara ring və open-end iplikləri daxildir. Open-end fabrikində istehsal olunan ipliklər üçün Turuşlev və Sarer avadanlıqlarından istifadə olunur. Open-end fabrikində də müxtəlif növ ipliklər istehsal edilir. Bunlara 6 nömrədən 40 nömrəyə qədər iplik istehsal oluna bilir. Open-end fabrikinin illik istehsal həcmi 10-11 min ton aralığında dəyişir. Qeyd etmək istəyirəm ki, istehsal həcmi ipliyin növünə görə əsas götürülür. İpliyin növü incə olduqda istehsal həcmi daha aşağı, İpliyin növü qalın olduqda isə istehsal həcmi daha yüksək olur. İstehsalatda istifadə etdiyimiz avadanlıqlar beynəlxalq standartlara cavab verir. Bu isə bizə şərait yaradır ki, davamlı olaraq yüksək keyfiyyətli iplik istehsal edək.